Ermənistanın silahlandırılması məsələsi, Ermənistanın hərbiləşmə siyasəti məsələsi Azərbaycanda daim narahatlıq doğuran məsələdir. Bildiyiniz kimi 30 il ərzində işğal zamanı məhz Ermənistanın hərbiləşməsi, Ermənistanın hərbi təcavüzü Azərbaycan ərazilərinin işğalı ilə nəticələnmişdi. Hal-hazırda da Ermənistanda bir sıra revanşist qüvvələr mövcuddur. Ümumilikdə Ermənistanın hərbiləşmə siyasətinə töhfə verilməsi hesab edirik ki, sülh prosesinə zidd bir addımdır. Hal-hazırda sülh sazişinin paraflandığı dönəmdə, eyni zamanda müvafiq normallaşma prosesi çərçivəsində, həmçinin delimitasiya və demarkasiya üzrə görülən işləri nəzərə alaraq, bu istiqamətdə Ermənistana hər hansı bir töhfə verilməsinin qəbul edilməz olduğu tərəfimizdən dəfələrlə bildirilmişdir. Bu, eyni zamanda Ermənistan daxilində olan revanşist qüvvələrə də mənfi siyasi mesajlar kimi də qiymətləndirilməlidir. Azərbaycan tərəfi bölgədə sülh və sabitliyin inkişafında maraqlıdır və Ermənistanın silahlanmasının bölgədə sülh və sabitliyə xidmət etmədiyini hesab etdiyimiz dəfələrlə Azərbaycan tərəfindən bildirilmişdir.